Murad bəy, siz gənc yaşınızda uğur qazanmısınız. Bəs indi gənclərə dəstək olursunuz? Əlbəttə ki, biz hər zaman gənclərin yanındayıq. İstəyirik ki, onlar öz gələcək karyerasını qurmağında köməklik göstərək. Necə ki, mən zamanında bir gənc kimi bu sferə başlamışam, 21 yaşımda başlamışam və indi də məqsədim özüm kimi gənclərə dəstək olmaq və onların karyera inkişafında, öz biznes sferasında tanışlıq, öyrənmə və bunu işlərinə birbaşa tətbiq etməsində hər zaman dəstəyə hazırıq. Murad bəy, gənclər bonusdan qorxurlar. Niyə? Bu da əslində normal bir hadisədir. Çünki insanlar daha çox maaşa öyrəşiblər. Amma əmək haqqı bonuslar deyəndə biraz fikir dəyişir. Niyə görə? Bu da çox normaldır. Çünki adam istəyir ki, bir konkret bir rəqəm olsun, bir maaşı olsun ilk başlayanda. Amma sonra görür ki, o rəqəm ona bəs etmir, çatmır. Nə qədər rəqəm atsa da xərclər də artır və hər zaman əziyyət çəkir. Amma bonus elədir ki, sən özünə bir limit qoymursan, öz fəaliyyətə uyğun, öz işə uyğun gəlir əldə edirsən. Əslində qalanda ədalətli sistem budur ki, hamı öz əziyyətini qarşılanmalıdır. Buna qarşı ön yargının olmasının birinci səbəbi odur ki, bəzi yerlərdə faiz, bonus faizi çox aşağı qoyurlar. Tutaq ki, 1%, 2%. Ona görə də insanlar qaçır. Düşünür ki, tutaq ki, mən 1000 manat almaq üçün nə qədər iş görməliyəm ki. Amma bu gün məsələn bizim sfera kimi yerlərdə məsələn bu rəqəmlər yüksək olduğu üçün və adam baxır ki, bu həqiqətən ona sərf edir. Adi bir quru bir maaşı işləməkdənsə, baxır ki, bonuslarla gəlirlərin limit olmadan artıra bilir. Bizdə xarici səfərlər də var axı. Baxır ki, mən xarici ölkəyə gedə bilərəm, şirkət hesabına gəzə bilərəm, öz gəlimə bir limit qoymur. Təbii ki, insanlar bunu seçəcəklər.